Lakin oyaq qalmaq məsələsi bir mərhələdə deyil. Bunun bir neçə mərhələsi var. Birinci mərhələ budur ki, insan bütün gecəni oyaq qalır. İşa namazından sonra yatmır. Fəcr namazına qədər. Bu birinci mərhələdir. İkinci mərhələ gecənin əvvəli və gecənin axırı oyaq qalır. Yəni ibadət edir. Oyaq qalır dedikdə, yəni ibadətlə keçirir. O vaxtını ibadətə sərf edir. İkinci mərhələ budur. Gecənin əvvəli, yəni işa namazından sonra bir neçə saat ibadət edir, sonra yatır və gecənin axırı fəcr namazından qabaq qalxır, ibadət edir. Bu ikinci mərhələdir. Əvvəli və axırı. Üçüncü mərhələ gecənin axırı qalxır. İşa namazından sonra yatır insan, gecənin axırı fəcr namazından qabaq bir neçə saat qabaq qalxır, ibadət edir. Oyaq keçirir. Bu üçüncü mərhələdir. Dördüncü mərhələ gecənin əvvəli ibadət edir, qiyam edir. İşa namazından sonra ibadət edir və sonra yatır, bir də fəcrdə durur. Bu, Qədr gecəsində oyaq qalmağın mərhələsidir. 4 mərhələsi var. Bunlardan ən üstünü, ən kamili, ən əzəmətlisi birinci mərhələdir. Yəni, bütün gecəni oyaq qalmaq. Sonra gəlir ikinci mərhələ, gecənin əvvəli və axırı, qeyd etdiyim kimi. Sonra gəlir üçüncü mərhələ, ardıcıllıqla gecənin axırı ibadət edir. Əvvəli yatır, axırı durur, ibadət edir. Sonra gəlir dördüncü mərhələ. Bu, ən aşağı olan mərhələdir. Bu dördündən birini seçib ibadət etməlisən.